Salam, bugün mən sizə Coğrafi Güvən Nəşriyyatı 2024-cü il səhifə 296-dan başlayaraq dərslərin davamının izahını verəcəyim. Hind-Avropa dil ailəsinə daxil olan Kelt dil qrupu və Kelt dil qrupunda yerləşən xalqlar haqqında məlumat verəcəyim. Digər dil qruplarına daxil olan xalqlar haqqında məlumat vermişəm. Kanalıma abunə olub həmən video dərslərə baxa bilərsiniz. Yəni abituriyentlər üçün və s. video dərslər. Və İrlandlılar, Uelslilər haqqında məlumat verdik. Növbəti xalqlar Bretonlar, Şotland, Keltlər haqqında məlumat verək. Bretonlar Fransanın Britan bölgəsində yaşayan Kelt etnik qrupudur. Onların mənşəyi 3-6-cı əsrlər arasında Böyük Britaniyanın cənub-qərbindən Armorika yarımadasına köç edən Breton dilli bir qrupa gedib çıxır. Onların yaşadığı bölgə sonradan Britaniya kimi tanınmağa başladı. Və Keltlər haqqında məlumat verək. Keltlər demək tarixən əvvəlki və qədim dövrlərdə Avropada yaşamış və hazırda 6 millətdən ibarət olan bir xalq idi. Təxminən 4000 il əvvəl Keltlər Mərkəzi Avropadakı vətənlərindən köç edərək Britaniya adalarında, İspaniyada və Qalliyada məskunlaşmışdılar. Və burada xəritədə Keltlərin narıncı rəngdə işarələnmiş ərazilər Kelt dilində danışılırdı. Yəni eradan əvvəl 3-cü əsrdə Kelt dilində danışan insanların demək xəritədəki yerini göstərir və burada Kelt xaçıdır və dəmir ən qədim dövrlərdə, yəni qədim dövrdə Britaniya və İrlandiyanın sakinləri Keltlər idi. Onlar əla fermer, eləcə də döyüşçülər və ovçular idilər. Təkərli kötan və lüləni icad etdilər. Qərbə doğru genişlənməsi, deməli, Tunc dövrünün sonu və Dəmir dövrünün başlanğıcı ilə üst-üstə düşür. Və burada bir şey qeyd edək. Onlar demək məhsulun qoruyucuları hesab edilən kənd tanrılarına ibadət edir. Həm keşiş, həm də hakim olan kahinlərin, druidlərin hakimiyyəti altında yaşayırdılar və ənənələri qoruyub saxlayırdılar. Və burada Kelt ölkələri qeyd olunub. Demək Cornwall, Britaniya, Cornwall, Wales, İrlandiya, Şotlandiya, Men adası, Şimali İrlandiya burada göstərilir və bir də Kelt dilləri Bretonca, Wales, İrlandiya, Şotlandiya, Kernevekçe, bir də Manka. Bu 6 millət Kelt Konqresi və Kelt Birliyi və Pan Kelt qrupları tərəfindən Kelt millətləri kimi tanınır. Hər millət Kelt dilində danışır ki, bu da onların Kelt kimliyinin digər bir göstəricisidir. Burada xəritədə də göstərək. Burada İrlandiya Respublikası, Şimali İrlandiya, Şotlandiya, Wales, Men adası və bir də İngiltərə. Və Keltlərin milli geyimlərinə baxaq. Burada Bretonların geyimləridir.
Şotland kelt dili, Şotland kelt dili veya qel dili, demək burada kelt dillərinin Hoy-Del qolunun nümayəndəsi, daşıyıcıları olan kelt qəl xalqı adətən Dağlıq Şotlandiyada və Hebrid adalarında yaşayırlar. Və burada xəritədə göstərilmişdir. Burada Şotland kelt dilli xalqlar xəritə üzrə faizləri göstərilmişdir. Ölkə üzrə Şotlandiya, Amerika Birləşmiş Ştatları, Kanadada yaşayırlar. Ümumi sayı 57 min nəfər. Burada göstərilir. Yenə də kelt dilinin yayılması ərazisi tünd rənglə daha sıx danışılan ərazilər göstərilib. Göründüyü kimi Hebrid adalarında, yəni Hebrid adalarında bu dil daha çox qorunub. Xəritə ilə baxaq. Şotlandiya. Və demək geyimlərinə baxaq. Milli geyimləri. Növbəti dil ailəsi, demək burada Baltik dil ailəsidir. Latışlar və Litvallar. Latışlar, demək veya Litvallar, demək Latviyalılar, daha doğrusu Latışlar və yaxud da Latviyalılar, Latviyanın əhalisinin 62,1%-ni təşkil edən Baltika xalqı Hind dil ailəsi, Hind-Avropa dil ailəsinin Baltik qrupuna, yəni Litva dili ilə birlikdə daxil olan Latış dili, ənənəvi dilləri Literan və Katolik pravoslavlarda daxildir, vardır. Lüteran, Katolik pravoslavlar da vardır. Burada demək əsasən Latviyalıların dünya üzrə yayıldığı ərazilər göstərilir. Latviyada 1 milyondan çox Latviyalı, Amerika Birləşmiş Ştatlarında 87 mindən çox, Rusiya, Braziliya, Avstraliya, İrlandiya, Ukrayna, Litva, Estoniya, Belarusiyada yaşayan Latviyalıların sayı verilmişdir. Və qədim Baltika xalqları olan Latqalların və Kurşilərin, Zemqalların, Sellərin və Fin-Uqor xalqlarının 17-ci əsrdə qovuşması nəticəsində yaranmışdır. İlk dəfə yazılı mənbələrdə Latışlar haqqında 1613-cü ildə Georg Matsel tərəfindən qələmə alınmış Latış katexizisdə qeyd edilir. Və Latış dili haqqında 1525-ci ildə Almaniyada Latış dilində nəşr edilmiş və saxlanmamış Luteran Messisində də qeyd olunduğu bildirilir. Litvallar böyük bir hissəsi Litvada yaşayan Avropa xalqıdır. Burada dünya üzrə demək ümumi sayları 4000 milyon nəfərdir. Amerika Birləşmiş Ştatlarında, Kanadada, Rusiyada, Latviyada, Ukrayna, Polşa, Belarusda yaşayan demək Litvaların sayı qeyd olunmuşdur.
Və burada dilləri Litva dilidir, dini katolisizmdir və qohum xalqlar latışlardır. Burada ümumiyyətlə Litva qəbilələrinin yayıldığı tarixi, etnomədəni regionlar qeyd olunmuşdur. Burada göstərilir. Sonra bir də ümumi biraz məlumat verək. Əksəriyyəti etnik Litvalılar 83%-dən çox təşkil etsə də, əhaliyə polyak, rus, belarus və digər azlıqlar daxildir. Burada Litvada olan xalqlar haqqında da məlumat verilir. Ümumi məlumatlar verilmişdir. Litvada anadan olan, öz ölkələrində sayı təxminən 2,3-2,5 milyon olan və əhəmiyyətli bir qlobal diaspora sahib Baltikyanı etnik qrup Avropanın ən qədim dillərində birini qoruyub saxlaması ilə tanınan xalqlar, bu xalqlar güclü və möhkəm, təmkinli mədəni kimliyə malikdirlər və təhsilə, təbiətə və azadlığı müdafiə etmək tarixinə dəyər verirlər. Və ənənəvi geyimlərinə baxaq, latışların ənənəvi geyimlərinə baxaq. Litvalıların ənənəvi geyimləri Litva festivalında çəkilir. Festivalda çəkilən şəkillərdir.